2016 Hyundai Grand Dior dizel. 180 min probegi var. Motordan gələn səsə baxın. Görürsünüz, sehbaşmaq əməlli başlı səs eləyir. Bax, görün nə qədər uzanıb. Bu motorlarda mən dəfələrlə izah edirəm. 180-200 mində zavod sehbaşmaq dəyişilməlidir. Üst seh belə uzanıb. Və biz bu maşında nə iş görəcəyik? Ümumi qulluq eləyəcəyik. Yəni, ümumi qulluq nədir? Bir gün içində motoru indiririk. Bütün qulluqlarını eləyirik. Hansı ki, bu motorların qulluğu nədir? Hava sisteminin təmiz olmağı, sehbaşmağın vaxtında dəyişilməsi, farsonka şaybasıdır, üst salnikidir, karovkanın yağı filtridir. Bunların hamısını bir gün içində 1200 manata bütün işləri görüb zəmanəti şəkildə təhvil veririk. Və motorun bir dənə çölünə baxın, görün nə gündədir. İndi biz bu işləri görəndən sonra, təmizləyib qutarandan sonra baxın, görün nə cür olur motor. Olur təptəzə, orijinal sehbdə dəyişilir, şaybası, salniki hamısı dəyişilir. Yəni bundan sonra da rahatçılıqla süz geçsin. Bir dənə fərqə baxın. Yəni videonun əvvəlindəki motorla bu təmizlənəndən sonrakında çox fərq var. Elə bir ki, yuyulub təmizlənməyib. Hamısı təzə alınıb. Görürsünüz, ideal şəkildə. Və sehbaşmağıdır, salnikidir, şaybasıdır, karovkasının yağıdır, filtridir. Hamısı da orijinalla. Görürsünüz, bax, Hyundai 2 ilə. Bax, kollektorun salnikidir, pistoletləridir, sehpləridir, farsonka şaybasıdır, üst krişkanın salniki, başmaqlar hamısı. Sehbaşmağı biz dəyişdik, ümumi qulluq elədik, fərqi yoxdur. Getdin 10 mindən sonra, nə bilim 50 mindən sonra səs elədik, gətirsən təmənnasız dəyişib, təhvil verir. Yəni bunu bizim servisdə iş gördürənlər də hamısı bilirlər ki, yəni bu işə biz cavabdehli daşıyırıqsa axıra kimi daşıyırıq. Görürsünüz, orijinal germetkada 7 manatlıq germetka istifadə olunmur. Çünki biz bu işi hər gün görürük. Bu adi kollektoru təmizləmək üçün 7 minlik aparatdan istifadə olunur ki, bu cürdə yəni ideal iş çıxsın ortaya. Və karovkanın yağı da burada bizim karovka ustamız var. O dəyişir ki, bütün detallarda söküləndə yoxlanır. Gördüyünüz kimi bütün Hyundai Kia modellərinə də burada qulluq olunur. Hamısı da bu müştəri də işin üstündədir. İstəyəni qoyub gedir, istəyən də durur işin üstündə baxır. Axırda da bu cürünə talon veririk, zəmanət talonu.